Mümkün değil. Niye ki? Aygün Bir Kazımova ne mənalı boyda olarak, sənəti var ki? bir mənalı olarak. Aygün xanımın ne boyda sənəti var ki? Mücü yani. O estradadır da, muğam bilir, ne bilir. Muğamı mən də estrada oxuyuram. Yeri gəlsə mən muğama da getmişəm. Hər şeydən anlayışım Kemalə var. Günəşli. Eşitirsiniz mi? İnsan seviləndə div olur. Bak, Yəni onu bilin. bak. Eşit məni. Bugün Kemalə Günəşlinin qurdum bu fikrindən razı deyiləm ki, Kemalə Günəşli divadır. Diva Aygün Kazımovadır. O yaşına çatanda olacağım da mən də. Hələ deyən da. Mən o yaşında deyiləm. perspektiv Ondan görürüm. qat-qat kiçiyəm mən. Aygün Yaşda. xanım da bizim hörmətli O heç də o xalasımız. möhürün bunu Aygün oturub. Kazımova. Aygün Kazımova Sizin yerin indi tutan neçə yaşınız olmalıdır var? ya yox. İndi sizin neçə yaşınız var? Mən 87-ci ildən. 87, 38 yaşım var. Aygün Kazımova 38 yaşında, hətta ondan da tez, elə divadır. O vaxt müğənni az idi, əzizim. İndi div olmaq çətindir. O vaxt 2-3 dənə müğənni var idi. Biri Brilliant Dadaşov idi. Biri Aygün xanım məsələn, Kazımova mən Brilliant idi. Dadaşovla Biri da Zülfiyə duetim xanım var. Xanbabayev idi. 3-4 dənə. Onda Hasan idi. İndi nə bilim kimlər, nə danışır? Sən